Gördüyümüz kimi Skandinaviya dağları yerləşir. Deməli, Skandinaviya dağları qədim dağlardır. Skandinaviya dağlarının deməli ən hündür zirvəsi Qalxapikyan zirvəsidir və hündürlüyü təqribən 2469 metrə bərabərdir. Bu dağlar Kaledon Hersen qırışına aid olan dağlardır, qədim dağlardır. Yəni aktivliyin itirmiş ərazilərdir. Bununla yanaşı biz deməli burada cavan dağlardan təbii ki Piriney dağların, Piriney yarımadasında Piriney dağlarını nümunə göstərə bilərik. Deməli Piriney dağlarının ən hündür zirvəsi Aneto 3404 metrdir. Həmçinin burada Əndəlüs dağları da yerləşir. Digər dağ gördüyümüz kimi burada Apenin yarımadasında Apenin dağlarıdır. Ən hündür zirvəsi Corno Grande təqribən 2912 metrdir. Bununla yanaşı burada Avropanın ən əsas dağlarından biri olan cavan dağlardan olan Alp dağları yerləşir. Alp dağlarının isə deməli ən hündür zirvəsi Mont Blanc'dır. Mont Blanc'ın da hündürlüyü 4807 metrdir. Demək bu dağlar demək Piriney, Alp, Apenin, ümumiyyətlə bu zonada yerləşən dağlar əsasən Afrika ilə deməli Avropanın, yəni Avrasiya litosfer havalarının toqquşması nəticəsində yaranmışdır. Cavan dağlardır, Alp qırışığına aiddir. Piriney, Əndəlüs, Apenin, Alp, həmçinin burada Karpat dağları yerləşir. Karpat dağlarının da ən hündür zirvəsi Gerloyoxanski ştit zirvəsidir və hündürlüyü təqribən deməli 2655 metrəyə yaxındır. Daha sonra biz Balkan dağları nümunə göstərə bilərik. Türkiyədə Pont və Tavr dağları nümunə göstərə bilərik. Deməli İran ərazisində Kopet dağ və Zagros dağları, Elburz dağları nümunə göstərə bilərik. Deməli burada gördüyünüz kimi Qafqaz dağları, Qafqaz dağlarının ən hündür zirvəsi Elburz zirvəsidir. 5642 metrdir. Yəni daha sonra Azərbaycanda Talış dağlarıdır. Ən hündür zirvəsi 2493 metr olan Kömürköy zirvəsidir. Bu dağlarda təbii ki Alp-Himalay zonasına aid olan cavan dağlara aiddir. Bununla yanaşı biz burada Alp-Himalay qurşağına aid olan digər bir dağımız Himalay dağlarıdır. Himalay dağları deməli burada cavan dağlardır, Alp qırışığında yaranmışdır və ən hündür zirvəsi Comolongma və yaxud da Everestdir. Hündürlüyü deməli 8848 metrdir. Daha sonra biz Çin ərazisində Qaraqorum dağlarından danışa bilərik. Qaraqorum dağlarının ən hündür zirvəsi Çogoridir və bunun da hündürlüyü